90-cı sual ətraflı yazıya baxırıq. Dində klaviaturada daxil edilmiş en sayda natural ədəd içərisində tək və cüt ədədlərin sayının hasilini çap edən və yazıla biləcək suallardan biridir. Yəni n bərabərdir int input. Yəni bu olsun tək, bu olsun cüt. Yəni for in range n sayda ədədləri daxil eləyəcəm. X bərabərdir int input. Yəni n sayda deyəndə artıq belə deyim ki, yadda saxlayaq ki, yadda yox, başa düşüləcək şəkildə testlərdə də rast gəlmişik buna və ədəd daxil edilməlidir n sayda deyəndə və şərt yoxlayacağım. Cüt olub, tək və cüt olub olmadığını yoxlayacaq ədədin 2-yə bölünməsində alınan qalıq 0-a bərabərdirsə, deməli nədir? Cütdür. Ona görə A-nı gəlin belə deyək də tək cüt. Tək olsun. Yəni cüt olsun. Əgər cütdürsə, onda B bərabərdir. B üstə gələk 1. Yox, təkdirsə, onda nədir? A bərabərdir. A üstə gələk 1. Və tək və cüt sayının hasilləri. Bunların sayını tapandan sonra da ya bir dənə dəyişən verib və yaxud da ki, printdə yazacağım nə? A vurulsun B. Bu qədər və burada aha, nəzəri suallar uşaqların bəyənmədiyi nəzəri suallardan birinə gəlirik. Aha, nə soruşur bizdən? Deyir ki, uyğunluğu müəyyən edin. Qrafik failin yerini göstərən atribut, istinadın yolunu göstərən atribut. Və burada biz bilirik ki, image həmişə qayda olaraq bilir ki, nədir? SRC ilə yazılır. A da ref ilə yazılır. Və burada da image verirsə 1-ə D gedəcək. 2-yə də nə gedəcək? A gedəcək. A da reflə həmişə bir yerə yazılır. Və 85-ci suala baxaq. Onluq say sistemində olan 192. Aha, 192-ni biz 2 üstü 7 üstə gələk 2 üstü 6 şəklində yaza bilərəm. Kvadratı A plus B kvadratı kimi açılışını yazacağım. Açıq şəkildə yazıram ki, biləsiniz, birincinin kvadratı, yəni, baxın, bu şəkildə 14. Yəni, 2 üstü nə olacaq? 14. Üstə gələk, birinci ilə ikincinin hasili, yəni 2 üstü 7 vur 2 üstü 6, 2 misli olacaq. Bu da nə? 7 2 üstü 14. Baxın, sizin üçün açıq şəkildə də yazıram. Üstə gələk, ikincinin kvadratı. Yəni 2 üstü nə? 12. 2 üstü 12. İndi bizə bunu 16-lıq say sistemində ifadə edin. Baxın uşaqlar, biz bilirik ki, bu ikili say sistemində bir yanında 14 sıfırdır. Gəlin elə bir sualın üzərində elə say sistemində təkrar kimi olmuş olsun. Baxın, ümumi bir say sistemində, ikili say sistemində biz demişik ki, məsəl üçün 10 üstü 3, nə yazılır onluq sayı? Bir yanında 3 sıfır yazılır, düzdürmü? Və burada da ikili say sistemində 2 üstü 3, bir yanında 3 sıfır şəklində yazılır. İndi də burada 2 üstü 14, bir yanında 14 sıfır ikilikdə və biz bunu 16'la keçəndə nə edirik? 4 qrupa bölürük. Aydındır. Ona görə elə biz də bir yanında 14 sıfır yaza biləcəyimiz şəkildə yazınca elə 14'ü neyəcəm? 4'ə böləcəm. Çünki 4 qrupa bölürük. Bu şəkildə yazıram ki, başa düşəsiniz. 3 dəfə 4'ün 12 qalıq 2 qalır. Həmişə bu qallığı 2'nin qüvvətində göstərik 4. İlk rəqəmi 4 ilə başlayacaq. İlk rəqəm 4 ilə başlayacaq. Yanında 3 sıfır. Aydındır və 16'lıq say sistemində qalığın ala biləcəkləri nə olacaq? 0, 1, 2, 3 ala biləcəkləri 2 rəqəm başladığını göstərir. Yəni 2 üstü 0 1-ə bərabərdir. 2 üstü 1 2-yə, 2 üstü 2 4-ə, 2 üstü 8-ə. Artıq 4 16 deyə 16'lıq say sistemində yoxdur. Yəni qalıq nə alırıqsa 2'nin qüvvətində göstərir. İlk rəqəm başladığını göstərir. Yəni yazacağım 4 yanında nə? 3 sıfır. Qismətdə düşən də həmişə sıfırların sayını bildirir. Digər 14'də də elə 4 yanında nə? 3 sıfır. 12 düşəcək. 12 də tam bölünür. Yenə bu şəkildə yazıram 0. 2 üstü 0 1 yanında 3 sıfır. 0 0 0 amma bunlar 16 say sistemində almışıq.
4 üstə 4 8, 8 üstə 3 11. 11 də 16-lı say sistemində nəyi bildirir? Demişik A 10-u, B də nədir? 11. Aydındır. Olacaq. 16-lı say sistemində ifadəsi bu şəkildə.